Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Allah rəhmət eləsin cəmi şəhidlərimizi. Allah rəhmət eləsin. Ruhları şad olsun şəhidlərimizin. Bariz İbrahimovun dəfn günüdür. Dəfindən 15 il keçir. Amma buna baxmayaraq biz daima qəhrəmanımızı və şəhidlərimizi hər an yadımızdan çıxartmırıq, anırıq və ziyarət edirik. Allah Ağakərim Ağsaqqalımızı da rəhmət eləsin. Bir qəhrəman şəhid atasıdır. Gələcək nəslə, elimizə, obamıza örnək olan ağsaqqallardan biridir. Və bu gün də biz istədik, ilk olaraq ağsaqqalımızı ziyarət edək, şəhidlərimizi ziyarət edək. Sonra Milli Qəhrəmanın ev muzeyin ziyarət edərik. Buyurun ağsaqqal. Allah rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Amin. Allah rəhmət eləsin. Xocavəndin azad olunması uğrunda 32 nəfər şəhadətə qovuşub. Onların üçü də bizim Biləsuvar rayonundandır. Ayın 18-i, 19-u onların dəfn mərasimləri günləridir. Ruhları şad olsun. Cəmiyyətimizin təsisi Əbülfət müəllimin adından da şəhid ailələrinə başsağlığı veririk bir daha. Allah rəhmət eləsin. Allah dövlətimizi qorusun. Allah qazilərimizə can sağlığı versin. Sabah zəfər günüdür. Bu zəfəri yaşadan bizim şəhidlərimizdir. Bizim qəhrəmanlarımızdır. Biz bir mübarizlər olaraq həmişə cəmiyyət içərisində belə təbliğat aparır ki, Azərbaycan tarixin bu qəhrəmanlar yenilədilər. Birinci və ikinci Qarabağ müharibəsində olan bütün şəhidlər bizim qəhrəmanlarımızdır. Ruhlar eləsin. Allah rəhmət eləsin. Ruhu şad olsun qəhrəmanımızın. Bilirəm, atasıdır. Bu da dövlətimizə qulluq edən Səməd balamızın atası. Yəni, belə bir atanın belə bir oğlu olmalıdır. Allah rəhmət eləsin. Bizim Biləsuvarımızın qəhrəmanlarıdır. Bariz İbrahimovun adını yaşadan bir cəmiyyət olaraq daimi şəhidlərimizi ziyarət edirik. Və o cümlədən şəhidlərimizin sərdarı, Türkiyənin prezidentinin dediyi Azərbaycanın milli qəhrəmanı Bariz İbrahimovun günləri dəfn edilir. Bu dəfindən 15 il keçir. Amma ona baxmayaraq biz həmişə anırıq, hər dəqiqə anırıq. Çünki Azərbaycan tarixinə elə bir addım atdı ki, bizim qəhrəmanımız. Gələcək nəsillə mən deyərəm bir örnək olur. Allah ağsaqqalımızı da rəhmət eləsin, Ağakərəm əmini. Biz bura gəlməmişdən birinci qəbr ziyarətini elədik ağsaqqalımızın. Çünki bizim qəhrəmanımızı böyüdən, ona tərbiyə verən bizim ağsaqqalımızdır. Bizim borcumuzdur ki, birinci biz ağsaqqalımızı həmişə ziyarət edək. Ruhu şad olsun. Cəmi şəhidlərimizə ruhu şad olsun. Ruhu şad olsun. Siz demişkən, sədərim, Türk dünyasının milli qəhrəmanı Bariz İbrahimovun günləri vəfat edilir. Allah cəmşəklərinizi rəhmət eləsin, ruhu şad olsun. Amma sizə can sağlığı verirəm. Şükür Allaha ki, Allah Ağakərim əmində rəhmət eləsin. Yerində balaları qoyub gedib, o həm Ağakərim əmində əvəz edir. Heç bir valideyn böyük ola bilməz. Sizli, bizli, bizim borcumuz nə ki, valideynin qoyduğu getdi, adətlərlə. Dünənləri ağam istəyirəm, Allah rəhmət eləsin. Dünənləri qardaşımızla, orada şəhidin anası iki qardaşdırlar onlar. Hər ikisi elə bir ki, bir yerdə xidmət ediblər. Biri hərbi xidmətə getməmişdən həmişə mübarizinə fəxr edirmiş, deyirmiş, onun gözünə baxanda mən elə bir ki, məndə qürur duyur. Anası verdi dünənləri. Bu Quranı.
O razvedka demiş hər ikisi qardaş. Razvedka, Həm də ikisi də bir-birinə o qədər oxşayırmış. O bir nəfərdir o şəhid o kənddə. Deyir ki, bunlar qayıdandan sonra razvedkadan ikinci qardaşının adı Xəlildir, şəhidin adı Cəlildir. Deyir, yoldaşları gəlir ki, hərbi paltarda elə bilirlər ki, Cəlil deyir, deyir, Cəlil şəhid olur ki, Cəlil buradadır ki. Yəni, düyünlər, bəli, o qədər, yəni onlar bir-birinə helənçi oxşayırdı və qardaşı elə dünənlər Xəlil bizlə oturmuşdu. Bəli, mübariz doğrudan da o ad, Allah rəhmət eləsin, o adı verən onun ağsaqqalımıza, Allah rəhmət. bəli, bu elə bir anadan gəlmə bir nimət olubdur. Azərbaycan xalqına, Türk dünyası xalqına o böyük bir adım atıdır. O danılmazdır. Nəinki biz yox ha, bunu hamı deyir. Mən bir neçə dəfə demişəm, Tovuzda bir 3 ay bundan, avqustun 4-də mən orada ziyarətdeydim. Mübariz zirvəsini getdim, orada ziyarət elədim. Orada bizim qohum vardı, mənə dedi ki, bax bu ağacı bizim ağsaqqalımız əkibdir. O vaxtı qulağın açılışına gələnlər. Ağac da böyük. Qulağı yolun üstündə. Əsli ki, yolun. Ermankən şəhidi Sübhan Arifoğlu'nun da vəfat günüdür. İsmətə baxa, ikisi də eyni gündə və Allah onu da rəhmət eləsin. Nə qədər bizim Biləsvarın Nərmakət şəhididir. Allah onu da rəhmət eləsin. Ailəsində rəhmət eləsin. Necə ki, Ağaçay məndən ilib çıxdığına görə fikir verir ki, şəhid ataları arasında məsafə bir nə qədər olur. Allah Arif kişiyə də rəhmət eləsin, Ağaçay mənə də rəhmət eləsin. Allah xalqımızı, millətimizi qorusun. Bura səhər tezlərindən inanırsınız ki, dövlətin Allah nətər deyir, bu evə, bu ocağa sağ-san sağlıq olsun, huzur və hərəkətlər olsun. Bəxt elmi, bəxt. Bizlər yətdən çıxacaq bu ocaq, burada yaşayan insanlar başqa Ağaçay Məmmədoğlu, mübariz olmaqla yətdən çıxır. Allah cəmi şəhidlərimizi rəhmət etsin, xalqımızı, millətimizi Allah qalıb olsun. Günüdür, o zəfəri bizə yaşadan bu qəhrəmanlardır. Allah zəfər günümüzü də bizə, o günü bizə qismət elədi. Bu şəhidlərimizin, bu qəhrəmanlarımızın hesabını bir daha Allah rəhmət etsin. Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Operator Nemət Muradlı, montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.